Salam değerli əziz izləyicilərimiz. Bugünləri binaçılıqda Mar restoranın arkasında dostlar sizin üçün əsas yoldan, avtobusun yolundan evə qədər 30-40 metr məsafədə şəxsi ev dostlar. Şəxsi ev tam əşyalı. Yəni evdə nə görürsə qalır. Təbii ki öz paltarı götürüb çıxacaq. Evimiz tam əşyalı satılır. Sizdən xahişim videomuzu sonacan izləyin ki ətraflı məlumatı sizə verək dostlar. Hal-hazırda bizim mətbəximizdir. Mətbəx studiyadır, belə geniş qonaq otağımızdır. Evimiz 2 sotdadır dostlar. Kvadratları, otaqların ölçüləri də qəşəng genişdir. Evdə nə görürsünüzsə qalır dostlar. Sənətimiz sərəncamdır, köklü sərəncamdır dostlar. Yəni qubçaya gedən sənətlərdir. Kamerasıdır, internetidir, hər bir şey yerindədir dostlar. Yəni görürsünüz də burada balıqlarda kimi, hər bir şey, akvaryuma kimi hamısı qalacaq dəyərli izləyicilərimiz. Yəni yuxarıdan götürmədim ki şəkillər görünməsin dəyərli izləyicilərimiz. Yəni gördüyünüz kimi bu evimizin zalla, mətbəxi, studiyadır. Tam təmirlidir. Evimiz koridor proyektidir dəyərli izləyicilərimiz. Burada bizim belə bir koridorumuzdur. Evimiz əslində 4 otaqdır. Sadəcə bir otağımız təmirsizdir. Onu da sizin üçün ətraflı başa salacağım. Burada bir dənə belə bir geniş yataq otağımızdır dostlar. Yəni görürsünüz də, həqiqətən də otaqlarımızın ölçüsü də çox genişdir. Evdəki əşyalar nə görürsünüzsə qalır dəyərli izləyicilərimiz. İndi inşallah keçirik digər ikinci yataq otağına. Burada da görürsünüz də evimizin dörd tərəfi də cüt daşdan tikilmiş evdir. Evimiz tam təmirlidir. Bir dənə otağımız təmirsizdir dostlar. O da ki, yəni kim istəsə gələcəkdə özü təmin edib yaşayar. Hal-hazırda evimizin 3 otaqlıdır. Bu bizim sanitar və sanuzeldir. Gördüyünüz kimi ikisi bir yerdə kabinasına kimi yığılıbdır. Asma tavandır. İnşallah keçirik evin digər otağını sizə deyəcəm. Değerli dostlar, otağımızın giriş qapısı buradadır. Yəni koridorda görürsünüz. Giriş qapısı buradadır. İndi çöldən sizə pəncərədən başa salacağım. Həmin o otaqda dostlar, ev yiyəsi tərəfindən otağı belə deyim də sizə. Orada da sanitar və sanuzel yaradılıbdır. Sadəcə yüngül təmir ehtiyacı var. Evimiz 2 sotdadır. İnşallah indi həyətlə sizi tanış edəcəm. Həyətimizə maşın daxil olunur dəyərli dostlarımız. Belə bir göstərim sizin üçün. Qazımız, işığımız, suyumuz daimdir dostlar. Otaq dediyimiz dostlar həmən burada pəncərəsi göstərir. Yəni bu evə aiddir. Yəni qonşunun evidir. Evin bu evə aiddir. Evimizin ön görünüşünü sizə göstərim. Belə bir yüngül qəşəng balkonu var. Evimiz paket damdır dəyərli dostlar. Paket damdır. Çox səliqəlidir, tam təmirlidir, yola yaxındır. Padvalımızın bir dənə hündürlüyünə baxın dostlar. Yəni padvala rahatçılıqla daxil ola bilirsiniz. Yəni göstər. Həmən otaq göstər dostlar. Buradan göstərim sizə. Belə bir təmirsizdir. Otağın qapısı koridordan qoyulubdur. Dəyərli dostlar, evimizin qiyməti, start qiymətini deyirəm sizin üçün 120.000 manat. Tam əşyalı. Belə bir variant, belə bir təklif yoxdur dostlar. İnşallah gəlin, tələsin, bu evin sahibi olun. Allah alanında, satanda xeyir versin. Sağ olun, var olun.